çox səssiz və orqanizmimizdə yaşayan canlı bir bombadır səndələ şəkər xəstəliyi. O uşaqlar amma yarımçıq uşaq deyillər. O dediyiniz kimi ana utanılacaq bir uşaqlar deyillər. Bəzən xəstələr deyir, mənim şikayətim yoxdur, niyə məni göndərirsiniz? Doktor, siz az öncə bir ifadə işlətdiniz. Daha hansı xəstəliklər aşkarladıq, gizli qalan ailələrdə nələr aşkarladıq, indi onlar bizdə qalsın. Bəli. Yəni əsas məqsədimiz şəkər aşkarlanması olsa da, çox insanlara məncə çox istiqamət verdik. Hər vaxtınız xeyir. Bu gün də Fərqindəlik YouTube kanalında biz erkən müayinə can qurtarır aksiyası altında maarifləndirməmizə davam edirik və bugünkü qonağımız da bizim çox dəyərli doktorumuz. Bizimlə səyyar müayinələrdə, bizimlə çiyin-çiyinlə çalışan Turan doktor Kərimova. Xoş gəlmisiniz doktor. Salam, hər vaxtınız xeyir. Necəsiz? Özünüzü necə hiss edirsiniz? Çox sağ olun. Belə bir mühitdə, sakit bir mühitdə biz söhbət eləyəcəyik sizlə. Söhbətimiz qarışıq olacaq, belə deyək. Çünki Sizlə başqa cür söhbət olacaq. təşəkkürlər. Və mövzu əgər diabet və şəkər xəstəliyidirsə, hökmən burada biz şəkərin əhəmiyyəti və şəkərin ziyanlı tərəfləri, hətta şəkər xəstəliyi ilə bilavasitə bağlılığından danışacağıq. Amma ilk öncə biz şəkər xəstələri ilə səyyar müayinələrimizdə tanış olanda, hətta heç bir zaman şəkər xəstəsi olduğunu bilməyən insanlarla tanış olanda gördük ki, çox səssiz və orqanizmimizdə yaşayan canlı bir bombadır səndələ şəkər xəstəliyi və birbaşa bir endokrinoloq müayinəsinə getmə deyə bir rutin yoxdur bizim insanlar arasında. Amma dədə-babadan deyək ki, bizdə bir terapevt müayinəsi olub insanlarda. Təbii ki, şəkər xəstəliyini də olub-olmadığını ilk öncə daha çox, deyək, terapevtlər üzə çıxardır. Hansı əlamətlər bir insanda şəkər xəstəliyinin olduğunu biruzə verir? Şəbnəm xanım, ilk öncə yenə də dəvətinizə görə təşəkkür edirik. Sizlə uzun bir yol getdik, çox rayonları gəzdik. Dediyiniz kimi, çox şəkər xəstələri ilə şəkərin özündə olduğunu bilmədən, aşkarlamadan, yəni xəbəri belə olmadan çox xəstəliklər aşkarladıq. Hətta şəkər xəstəliyinin olub da nəzarətə götürməyən, nəzarət eləməyən pasientlərlə də çox rastlaşdıq. Dediyiniz kimi, ilkin terapevtdə yaxınlaşma, dədə-babadan dediyiniz kimi, terapevt can həkimi deyə, can həkiminə yaxınlaşma, can həkimim deyə vurğulanırdı, tanınırdı. Doğrudan da can həkimidir. Çünki mədəsi ağrıyan, boğazı ağrıyan, qulağı ağrıyan, təzyiqi olan hər kəs çünki terapevt hər tərəfli, edir. yəni hər tərəfli xəstəni hər tərəfli müayinə eləməlidir. İlkin aşkarlanan həkim, xəstəliyi aşkarlanan həkim terapevt, sahə həkimi, ailə həkimidir. Ona görə də rutin müayinələrdə, check-up müayinələrdə demək olar ki, daha çox terapevtlər aşkarlayır şəkər xəstələrini. Bu klinik əlamətlərdən və yaxud xəstənin şikayətlərindən və yaxud da daha sonra da laborator analizlərlə təsdiqlənir bunlar. Doktor, biz insanlara yaxınlaşanda, müraciət eləyəndə ki, siz bu vaxta qədər şəkər olduğunuzu niyə bilmirdiniz? Sıradan bəlkə də şəkər olmayan insanların da gün ərzində keçirdiyi hissləri, əlamətləri keçirdiyini deyirdilər. Məsəl üçün, susuzluq, hansı ki, çox insan susuzluyur, ağzım quruyur deyə bir söz də var belə el dilində. Halsızlıq, bu dəqiqə D vitamini ilə daha çox əlaqələndirirlər. Ondan sonra göz zəifləməsi, bu dəqiqə şəkər olmayan çox insanlarda göz zəifləməsi var, ürək, təzyiq. Bütün bunların içərisində həqiqətən bir adamın şəkər olduğunu bilməməsi, biz yəni bunu izləyicilərimizə də demək istəyirəm. 70 yaşında, 60 yaşında, 50 yaşında insanlarla rastlaşdıq ki, bu insanlar həmin gün şəkər olduqlarını bilirlər və çox yüksək çıxdı onların şəkər dəyərləri. 400, 300, 500-ə yaxın. Yəni bu adamların ani ölümü ilə də belə deyək, nəticələnə bilən bir fəsadlardır. Sizin bu əlamətləri gördüyünüz anda prosedur olaraq mən istəyirdim ki, biz bu boşluğu da hiss elədik, xüsusən də əyalətlərdə, regionlarda. İnsanlar şəkər xəstəsi olduğunu biləndən sonra nə etməlidir, hansı analizləri verməlidir və prosedur olaraq
nəyə müraciət etməlidir? Dediyiniz kimi xəstələr deyə, pasiyentlər deyək, həkimə müraciət edən və yaxud etməyən pasiyentlər bəziləri özlərindən bunu daha çox uzaqlaşdırırlar. Məndə şəkər ola bilməz. Bizim nəslimizdə şəkər yoxdur. Artıq bu məfhumu, yəni məncə necə silməliyik. Nəslimizdə yoxdur deyə məndə də ola bilməz deyə bir şey yoxdur. Artıq hər şey nəsillə getmir. Heç bir nəslində şəkər olmayan xəstənin övladlarında şəkər çıxır. Yəni hər kəs bir şeylə əlaqələndirir. Biridir stressdən oldu, qorxudan oldu, nə bilim, qrip oldum ondan sonra, Coviddən sonra tutdum, hərə bir şeylə əlaqələndirir və özündən uzaqlaşdırmağa çalışır bunu. İlkin şəkərin aşkarlananda pasiyentlərdə o yüksək şəkər olanda təbii ki, ilkin onu antidiabetik dərmanlarla nəzarətə alırıq. Əgər nəzarətə alınmayan şəkər olarsa, birbaşa endokrinoloqa yönləndirilir və endokrinoloq artıq orada diabet dərmanlarından çox insulin məsləhət bilərsə, insulin müayinəsinə keçilir, müalicəsinə keçilir daha doğrusu. Xəstələrə yenə deyirik, bu şəkəri ilkin aşkarlanması dediyiniz kimi əyalətlərdə çox aşkarladıq. Yəni və yaxud da bilirdi, ölçmüşəm neçə dəfə 200 çıxıb, 250 çıxıb. Qonşu dedi ki, məndə də belədir, bu normal haldır. Qohumumuz dedi ki, biraz bəhri saxla düzələcək. İmtina edən insanlar gördük. Yəni insulinə öyrəşdirmək istəmirəm özümü. Dərman içdim, ömürlük gərək içəm. Əgər bu xəstəlik bizdə varsa, biz bunun qarşısını almaq üçün bu dərmanı içməliyik. İçmədikcə, uzatdıqca ki, mən bunu yubadıram, özümü öyrəşdirmək istəmirəm deyə bir şey yoxdur. Bu öyrəşdirmək deyə bir şey deyil, yəni. İllər keçdikcə biz şəkərə yox, artıq onun fəsadlarıyla rastlaşırıq və geri dönməz bir proseslər olur artıq. Dediyiniz kimi bu göz zədələnmələridir, sinir zədələnmələridir, ürək zədələnmələri, böyrək və get-gedə arta-arta bütün orqanların zədələnməsinə gətirib çıxardır. Sistemi. Bir tək xəstəlik olsa belə şəkərli diabet bütün poliorqan zədələnmələrini gətirib çıxarda bilir, ağırlaşmaları. Doktor, baxın, insan psixologiyasında biz hər hansı bir virus xəstəliyinə yaxalanırıqsa və yaxud da periodik olaraq müəyyən mədə bağırsaq və yaxud da digər bir xəstəliklərlə üz-üzə qalırıqsa, həkimə gedirik, həkim müalicə yazır, dərman qəbul edirik və bir müddət sonra həmin xəstəlikdən qurtuluruq. Amma şəkər xəstəliyi xəstəliklə bərabər həm də həyat tərzidir. Yəni şəkər xəstəliyinə düçar olan insan özünə bir həyat tərzi seçməlidir. Müəyyən qidalar, müəyyən həyat tərzi, belə deyək də, insulindən yaxşı və ya pis mənada asılılıq, bu ömürlük bununla gedəcək bir məqamdır. Bu halda müalicədən söhbət gedə bilərmi? Bu müalicədirmi, yoxsa yaşamaq uğrunda mübarizə? Necə başlayaq cümləmizə? Şəkərdən qurtulmaq deyə bir şey yoxdur. Yəni qurtulmaq şəkər onkoloji xəstəlik deyil, şəkər başqa bir kəsilib atıla biləcək bir şiş mi deyim, polip mi deyim, nə bilim, xal mı deyim deyə bir deyil. Həyat tərzimizdir. Təbii ki, biz bundan yaşamağa öyrəşməliyik. Olmaz, ay onu yemək olmaz. Bunu mən yəni öz pasiyentlərimə deyim, heç vaxt o cümləni demirəm ki, sənə çörək yemək qadağandır. Bir insana bir şeyi qadağa qoyanda, insan psixologiyası dediyimiz kimi o şeyə qarşı can atır. Gizli də olsa yeyəcək. Yeyəcək. Yəni olmaz dediyimiz şeyə can atacaq. Ona görə olmaz demirəm mən heç vaxt. Çalışaq bunu azaldaq. 3 kusok yerdik, 1 kusok yeyək. 1 kusoku yarım kusok. Yavaş-yavaş onu hər müayinəyə gəldikcə insan istər-istəməz onu başlayacaq azaltmağa. Öyrəşəcək onu, yeməməyə öyrəşəcək. Amma birdən-birə qadağa qoyunduqda insan sanki birdən-birə şəkər aşkarlandı və məndə hər şeyə qadağa qoyuldu. Mən nə öz deyən bunu yeməyə diyeta pəhriz saxlama siyahısı veriləndə bir sözləri var. Tay deyin, yuxul, öl. Belə bir sözü var. Bəs mən nə yeyim? Hər şeyə qadağa qoymusunuz. Yəni hər şeyi heç nəyə qadağa qoymuruq biz. Hər şey normasında, öz miqdarımızda və lazım olan miqdarda yeməyi tövsiyə edir sadəcə olaraq. Karbohidratdan, şəkərdən, un məmulatlarından, şəkərli içkilərdən sadəcə olaraq qadağa qoyduğumuz bunlardır bizim. Yoxsa hər şey deyə bir şey deyil, yəni. Hər şey lazımı miqdarda yeməkdir. Həyatından bəzi məqamları uzaqlaşdıracaqsan, məcburən. Fiziki aktivliyimizi artırmalıyıq, yürüyüşümüzü artırmalıyıq. Əgər ağırlaşmaların olmağını istəmiriksə, şəkəri normada saxlamaq istəyiriksə, mən dərmanı içirəm, insulinimi vuram və hər şeydə yeyə bilərəm. Elə bir şey yoxdur. Çox gözəl bir məqama gəldiniz, çıxdınız. Qoy bunu da yeyim, bunu da içim. Onsuz da insulinim var. İnsulin həqiqətən xilas edicidirmi, yoxsa bizi müvəqqəti qoruyucu bir vasitədir? Təbii ki, həyatımızı xilas edən, yaradılan bir belə deyim dərmandır. Yəni amma ki, indi məsələn, belə deyim, misal üçün 10 vahid vurulan bir insulin sizin qidanızı artırdıqca, pəhriz saxlamadıqca get-gedə doza artır.
10 milliqram, 15, 20, 25 get-gedə təsir etmə yəni dozası təsir etməyəcək sizə. Bir insulinin keçiləcək 2 insulinə, 2 insulin kömək eləməyəcək keçəcək analoqlara, yəni və diabetik dərmanlar yəni get-gedə artır. Bu siyahı, dərman siyahısı artır və həyat keyfiyyətimiz aşağı düşməyə başlayır. Amma biz zamanında aşkarladığımızda və buna zamanında müdaxilə edildikdə, pəhrizlə dediyimiz kimi fiziki aktivliklə, digər orqanları qorumaq məqsədi ilə vaxtı-vaxtında check-up müayinələrimizə getdikdə, həkimin təyin etdiyi vaxtlarda və bu ağırlaşmalara gəlib çatmırıq. İnsulinə çatan dövrə qədər dövrümüz çox uzatmış oluruq. Təbii ki, birinci tip şəkərli diabetlərdən söhbət getmir. Onlar başlayandan insulinlə başlanılır. Onlarda ikinci tiplərdən biz danışırıq, aşkarladığımız ikinci tiplərdən. Ona görə şəkərli diabet təbii ki, həyat tərzimizdir və bunu yaşamağı bununla öyrəşməliyik. Heç də çətin bir şey deyil. Çətin deyil, əlbəttə. Bir halda ki, şəkərin dəhşətli fəsadlarını göz önümüzə gətirsək, düşünsək ki, qidamıza riayət etməsək, bizi daha ağır damar problemləri, yara sağalmamalar və bunun fəsadları olaraq aşağı ətraflarda baş verən ciddi qangrenalar, göz problemi, ürək-damar sisteminin iflic olması ola bilər. O halda dəyər məncə ağ çörəyi, bəyaz çörəyi, qara çörəyə dəyişmək və ya düyünü və ya nişastanı azaltmaq, şəkəri biraz uzaq tutmaq. Doktor, son araşdırmalar belə bir nəzəri terminlər ortaya qoydu ki, prediabet dövründə şəkərdən qurtulmaq mümkündür. Bu insan iradəsi, həyat tərzinin güclə mümkündürmü, yoxsa tibbin burada hansısa bir rolu var? Məsəl üçün insan var ki, xərçəng kimi dəhşətli bir xəstəliyi öz həyat tərzi, qidası filan bu şeylərlə aradan qaldırır müəyyən qədər ilkin etaplarda. Şəkərdə mümkündürmü bu? Təbii ki, şəkər önü vəziyyət prediabet dediyimiz dövrdən geri dönmək mümkündür. Necə? Məsələn, ailədə dediyimiz ki, əgər bizim deyirlər genetik bizdə şəkər xəstəliyi var. Anada, atada, ailədə kimdəsə şəkər xəstəliyi var. Çəki yüksəkdir. Bədən kütlə indeksi normadan artıqdır. Qidalanmasına heç fikir verməyən, fast foodla qidalananlar, deyə karbohidratlardan çox istifadə edən, şirniyyata özümü saxlaya bilmirəm, məcburam, yeməsəm nə olacaq bilmirəm, yəni mütləq yeməliyəm deyə krizə düşəcəm. O qədər cümlələr tapırlar özlərini. O, yəni təmiz çıxartmaq üçün, yəni xəstələr. Yəni onların qarşısını alsaq, təbii ki, prediabetin qarşısı alına bilər və fiziki aktivlik yenə deyirik. Biz xəstələrə deyirik, biz sizə 50% kömək edə bilərik. Biz necə deyim, danışıq gücünə vaxtımızı alırıq, aparırıq, yəni danışırıq, sizə başa salırıq həyat tərzini, qidalanmanızı başa salırıq, amma 50% sizdən asılıdır bunun. Əgər biz dediklərimizə siz nəzarət etməyəcəksə, təbii ki, şəkərli prediabet artıq diabetdir. Keçəcək diabetə. Hətta yəni dediyimiz kimi ailədə şəkər olan xəstələr, yəni daha çox ehtiyatlı olmalıdırlar, çünki onlar ən yüksək risk faktorundadırlar. Piyələnməsi olan xəstələr risk faktorlarındadırlar. Hamiləlikdə gestasional diabet deyirik, hamiləlik diabeti edilən keçirdən analarımız, xanımlarımız risk faktorundadırlar. Onlar, yəni həmin analarda uşağın doğulma çəkisi 4 kilogdan artıq uşaqlar çox vaxt dünyaya gətirirlər. O uşaqlar da risk faktoru altındadırlar. Çünki yəni anada diabet olub hamiləlik zamanı. Ola bəzən o çox periodik olaraq da çıxdığı zaman hamiləlik dövrü, demək ki, övladda risk faktoru. Risk faktorundadırlar. Ana hamiləlikdən sonra çox vaxt bu diabet geri dönür. Amma yenə də o nəzarətdə qalmalıdır. Yəni sonradan yenə də baş qaldıra bilər. Baş qaldıraq da deyə bilən pəhrizinə fikir verməsə, yenə də əmələ gələ bilər. Çox təəssüf ki, biz bəzən şəkər xəstələrinin çoxsu demək olar ki, körpə yaşlarında, uşaq yaşlarında şəkər xəstəsi olub, bunu gizli keçirib, bunu üzə çıxartmadan, bilmədən, gəlin etiraf eləyək ki, biraz cahilcə yanaşma da var ki, valideynlər uşaqların iynədən qorxduğunu bəhanə edib, insulin iynələrindən söhbət gedir. Həm də uşaqlarla biraz çətindir bu xəstəlik mövzusunu danışmaq. Bunu ertələyib, ailə qurduğu ərəfədə, bunu ana olduğu ərəfədə şəkərin dəhşətli fəsadlarına üzləşməsi ilə rastlaşırıq. Uşaqlarda necə? Bax, elə bizim ən yaralı yerimiz budur ki, uşaqların
diabet olduğunu bəzən analar bilmir. Biz əksinə xalq olaraq mental düşüncəmizdə nə var? Uşaq nə qədər kök olursa, belə totus-motus olursa, bu uşaq demək ki, sağlamdır, yanaqları belə şirindir filandır. Belə ifadələr işlədirik. Amma bu sözsüz ki, bu uşağın gələcəyi üçün güclü, inanılmaz bir təhlükədir. Uşaqlarda necə aşkarlayaq? Rutin analizlər nə olmalıdır və bu yöndə nə? Uşaqlarda belə deyək, böyüklərdə check-up kimi aparılır, şəkər yoxlanılır, özündən şübhələnir. Uşaqlarda isə əksinə, uşaqda şəkər aşkarlanır ki, zaten artıq bu birinci tip şəkərli diabetdir ki, birbaşa uşaq endokrinoloquna yönləndirilir xəstə. Bu da pediatrlara çox iş düşür burada. Sahə pediatrlarına deyək və yaxud da yəni hər hansı bir pediatra yaxınlaşan valideynlər daha çox diqqətli olmalıdırlar. Uşaqlarda prediabet, şəkərə meylli, o arada insulin dirənci ola bilər, dediyiniz kimi topuş uşaqlarımızda deyək, piyləmədən əziyyət çəkən uşaqlarda insulin dirənci də olar da. Şəkər aşkarlanıbsa artıq yüngül şəkər aşkarlanmır. Ya koma vəziyyətinə xəstəxanaya daxil olur bu uşaqlar, qusması var, halı pisləşir uşağın birdən-birə, ay qızdırması qalxmışdı, virusdan sonra oldu. Stasionara birbaşa yerləşdirilir və yüksək şəkərlər 400, 500, 600 artıq koma vəziyyətində artıq birinci tip aşkarlanır. Heç kimdə, yəni belə deyim, uşaq getdi, müayinə apardıq, 110, 120, 130 şəkəri çıxmışdı, uşaqda birbaşa çıxır. Ən yaralı bir yerimiz odur ki, atlatılacaq bir vəziyyət olmur, artıq birbaşa yəni aşkarlanır. Bəli, qan analizi verdiririk, boğazdan yaxma verdiririk uşaqlarımız xəstələnəndə. Hər hansı bir analizlər veririk, amma heç bir ananın yadına düşmür ki, bir şəkər analizi verdirək. Heç kim uşağına şəkəri yaraşdırmır, heç kim özünə yəni xəstəliyi ola biləcəyini düşünə bilmir. Bəli. Ona görə artıq yüklənmə, şəkər yüklənməsi olduğu vaxtda birdən uşaq həm kolalar, fantalar, qazlı sular oldu da bir nəsə bir güclü bir stres fonunda da ola bilər, uşaqda ay qorxuzdular, hardasa qorxdu uşaqda şəkərim elə gəldi, hardasa sok verdilər uşağa, o içmədiyi bir sok idi. Hər ana bir şeylə onu, necə deyim, təsəlli tapır özündə. Ki, ondan sonra oldu, amma ki, deyək ki, yüksələndə artıq onu biz bilirik. Çətin vəziyyətdə. Doktor, biz onda gəlin bunu mütləq buradan bir uyarı kimi verək. Çünki biz regionların birində indi ad çəkmək belə bir problem deyil. Sabirabad rayonunda var zaten bu. Konkret olaraq bir ananın ailə qurma ərəfəsində qızını belə deyək də gətirdi müayinəyə və orada yüksək şəkər çıxdı. Ana çox böyük üsyan elədi. Bu ailəsi dağılacaq, ailə qurmaq məsələsi problem olacaq. Sən demə, uşaq sahib pediatrları tərəfindən körpə yaşlarının artıq şəkər xəstəsi kimi qeydiyyata alınıb hətta və ana insulindən imtina eləyib. Uşaq kənd yerində o qədər tibbi savadı axtarışı olmayıbdı, araşdırması olmayıbdı və belə halların aşkar olması bizi həqiqətən ciddi narahat etdi. Çünki bizim bu sosial layihəmiz sırf diabet mövzusunda maarifləndirmə idi. Biz həmin valideynlə psixoloq vasitəsilə söhbət elədik ki, qızınızı çox tezliklə itirə bilərsiniz. Yəni belə ağır bir yük qoyduq onun üzərinə ki, bu ana olma riski var burada, o qeyri-sağlam uşaq dünyaya gətirmə riski var. Yəni burdan bir terapevt kimi, bir həkim kimi belə valideynlərə uşağım yox, iynə vurulması faciədir. Sevdiyi oğlan bilsə ki, bu hər gün göbəyinə iynə vurur. Yəni belə fikirlər eşitdik. Çox üzücüdür, çox təsirlidir həqiqətən. Amma sonuçda bu dərmanlardan, bu iynələrdən imtina eləmək bu insanların çox ağır fəsadlara gətirib çıxarmasına səbəb ola bilər. Nə məsləhət görərdiniz? Yəni fəsad deməyək də dediyimiz kimi ölüm ilə nəticələnə bilər. Yəni şəkər komasına düşdüsə bu insan, yəni oradan əgər dediyiniz kimi həkimə müraciət eləməyəcəksə qurtarıla da bilməyəcək. Çox gecikmiş bir fazalarda gələn xəstələrdə fəsadlarla qurtarılsa belə fəsadlar qalır. Yəni burdan bir bilək ki, şəkərli diabetli ana, belə deyək, və yaxud da ata ailə də qura bilir, uşaq da dünyaya gətirə bilir. Orada heç bir, yəni orada qorxacaq və yaxud da utanılacaq bir prosesdir. Xəstəlik deyil şəkərli diabet. Dediyimiz kimi sadəcə olaraq həkim nəzarətində olur,
özü zaten birinci tip şəkərli diabetlərimiz artıq özləri həkimdən, belə deyim, həkim qədər bilirlər. Çünki artıq həyat tərzləridir. Onların valideynlərinə də, uşaqlarda daha çox valideynlərə çox iş görür. Çünki düşür uşaqla bərabər ana da o xəstəliyi yaşayır. Böyüyənə qədər o uşaq özünü idarə edə bilənə qədər ana demək olar ki, gecəsi, gündüzü o analar qarşısında doğrudan da yəni analar çox əziyyət çəkirlər. Yəni qarşımızda görürük. Mənəvi bir tərəfi var. Həm maddi, həm mənəvi, həm psixoloji, həm gecəsi, gündüzü olmur, həm gedəcəyi, yəni çox şeydən imtina edir o valideynlər ki, o uşağı bir yerə çıxardana qədər. Yenə deyirik, o uşaqlar amma yarımçıq uşaq deyillər. O dediyiniz kimi ana utanılacaq bir uşaqlar deyillər. Gizlədilməli heç bir şey yoxdur burada. Çox bildiyimiz xəstələrimiz də var ki, bilə-bilə, yəni oğlanlar belə deyək də, nişanlılar bilə-bilə nişanlanıblar, alıblar. Yəni nə var burada? Yəni belə bir şey sağlam da uşaq dünyaya gətiriblər. Yəni ana şəkərdirsə, uşaq da şəkər olacaq deyə bir şey yoxdur. Risk faktorundadır, tamam, risk faktorundadır, amma yəni hamısı sağlam uşaqlarda doğulan analar var. Yəni hər risk faktorda ölüm və yaxud da dəhşət deyə bir şey. Yəni hər şey gizlədək, axırda fəsadı ilə qarşılaşırıq. Biz bu məsələlərlə bağlı inşallah, yəni növbəti belə deyək də aylarda da səhər müayinələrə çıxacağıq və müayinələrimizi digər regionlarda da keçirdəcəyik. Elə burdan Fərqindəlik YouTube kanalı üzərindən qeyd etmək istəyirəm ki, bütün rayonlarda ödənişsiz müayinələrimiz həyata keçir. Erkən müayinə can qurtarır. Məhz elə bu deviz adı altında biz diabet xəstələrinə belə fədakar, belə sözün əsl mənasında, yəni doktor burada olduğu üçün demirəm, siz və onlarla bizim doktorlarımız həftə sonlarını, istirahətini qoyub da təmənnasız bizlə yola çıxıb çoxlu xəstəlik belə deyək aşkarlamaq üçün gəlirik deməyək, yetər ki sağlam çıxasınız. Biz insanları müayinələrə cəlb elədiyimiz zaman, maariflənmə apardığımız zaman, aktivitelərimiz zamanı onlar yox, çıxıb ağrımayan başıma bir dəsmal örməyim deyə bir ifadələr işlədirlər, amma müayinədən sağlam çıxan, müayinədən tam heç bir şəkər simptomları, heç bir problemi olmayan insanların dualarını eşidirdik. Bu olduqca bizə xoş idi. Və doktor, qidalanma məsələsi çox önəmlidir, çox vacibdir, amma yəni biz sizə də bu sualı vermək istəyərdik. Yəni şəkərdən, ümumiyyətlə digər xəstəliklərdən qorumaq üçün siz necə istifadə azaltmısınızmı? Yoxsa bu məhdudiyyəti özünüzə qoya bilirsinizmi? Şokoladdır, şirniyyatdır, belə şeylər bilirik ki, bizi xoşbəxt edən səbəblərdir bəzən. Yəni tam imtina etməmişəm, yalan danışmayacağam. Tam hamıya deyirəm, yəni xəstələrə də deyirəm ki, zərərlidir, zərərli tərəflərini deyirəm, amma onun seçib seçməməyəcəyimiz, yeyib yeməyəcəyimiz bizim özümüzdən asılıdır. Təbii ki, sərhəd qoyuram özümə. Həm çəkimizi saxlamaq barədə, həm gələcəkdə mənim də məsələn ailəmdə şəkərli diabet xəstəsi var. Atam şəkərli diabetdir. Mən çalışdığım qədər çalışıram ki, necə bacardığım qədər çalışıram ki, pəhrizimə fikir verim, çəkimi artırmayım. Yenə deyirəm, o demək deyil ki, atam şəkərdir, mən də şəkər olacağam, amma yenə özümü qorumalıyam mən. Genetikdə var, genetikada var. Risk faktorundayam, yəni ona görə özümü qorumalıyam. Amma imtina eləmişəmmi? Eləməmişəm. Amma ki, hər gün çayımı mən şokoladla içməliyəm deyə deyil. Ən az içəndə meyvə quruları ilə içirəm. O da şəkərdir, amma ki, ən azı təbii şəkərdir. Yəni xəstələrə də bunu məsləhət görürük. Mütləq yeməliyəmsə dediyimiz, heç olmasa meyvə quruları ilə istifadə eləyək. Ad günüdür, toydur, bayramdır. Orada demirik indi. Hər gün olmur ki, olar. Arada bir biz də sıradan çıxa bilirik. Yəni poza bilirik bizdə. İstisnalar olur təbii ki. Bacardığımız qədər uzaq dururuq. Qarşıdan da xüsusən yay fəsli, qarşıdan yox, artıq elə yay fəsli ərəfəsindəyik və qarpız, yemiş, meyvə tərəvəz problemlərimiz çıxır. Qarpız yeyəcək, şəkərlərimiz hamısı qalxacaq. Heç nə yeməmişəm. Vallahi elə 2 kusok, 3 kusok, kusok dedikləri də axırda məlum olur ki, yekə dilimlər olur. Deyirik biz sizə bir dilim icazə vermişdik. Dilim dediyimiz doğranmış dilimdir. Qarpız dilimindən söhbət getmir. Problemlərimiz qarpız çıxana qədər var. Çox maraqlı bir fikir eşitdim bu yaxınlarda bir həkimdən. Deyir, məsəl üçün şəkər yeyən insanlar, biz adətən bir iştahla yemək bir rutinimiz var da. Məsəl üçün almanı böyük bir dişləyib, bir 3-4 dişləyə almanı bitirmək kimi bir rutinimiz var. Onu dişləklərimizi daha balaca edib, loxmalarımızı belə deyək də, tikələrimizi daha balaca edib, çox çeynəsək, o bizim doyma hissimizi daha siqnal bizə daha tez çatacaq. Nəinki bax qarpızı da eyni
formada qidamıza yay mövsümündə daxil eləsə yaxşı olar. Yəni 2 dilimi deyək ki, 5 dəqiqə müddətində yeyib bitirəcəksənsə, sən bir dilimi çalış 5 dəqiqə müddətində ye və o sənin artıq həm normanında, həm də siqnalın tez çatmasını. Yəni bizim həyat rejimimizlə deyək, hamı belə deyək bu dəqiqə qaça-qaç. Yəni qaça-qaçda da fasiləmizdə tez yeyim çatım, tez yeyim gedim, tez yeyim bu işimi görüm deyə çalışırıq ki, az bir müddətdə doyma hissi gec anlayırıq. Yəni doymamışam deyə daha çox yeyərək siqnal çatanda gec olur artıq, vəziyyət gec olur. Dediyiniz kimi asta-asta, yavaş-yavaş çox çeynəsək, təbii ki, onda doyma hissimizdə siqnal çatacaq və az yemiş olacağıq biz bu arada. Doktor, siz az öncə bir ifadə işlətdiniz. Mən istəyirəm ki, biz ümumiyyətlə bu şəkər mövzusunda maarifləndir və sosial layihəmizi həyata keçirdəndə düşündük hansı tərəflərdən yanaşmalar eləyək. Biraz çox təəssüf ki, bir sorğularımız nəticəsində biz gördük ki, biz qorxmasaq, əlimiz o oda istiyə dəymədən o odun həqiqətən təhlükəli olduğunu biraz çox gec düşünmək zehniyyətindəyik. Çox təəssüf ki, ona görə həm də bilmirəm indi bu ifadəmi biraz cəsarət toplayıb özümdə deyəcəm, bir qılınc müsəlman deyilən bir ifadə var bizdə. Çox təəssüf ki, yəni qorxuda bəzən bəzi şeyləri insanlara yeritmək. Yəni biz Şəkərəm adlı bukletimizi, jurnalımızı hazırlayanda belə söhbət bu jurnaldan gedir. Burada çox zəngin bir şəxsi göstərmişik. Hansı ki, çox bahalı avtomobili var, nə bilim, bahalı telefon növbəsinə gedir, dayanır filan və qonşusundakı bir xanım həkim buna mütəmadi olaraq bir 6 aydan bir rutin müayinəyə də bir pul xərcləyin deyir. Nəsə bir sözlə səhhətinə biganə yanaşır və sonda şəkər şoku, bayaq dediyiniz, onu keçirdir. Çünki adam sözün əsl mənasında yüksək bir şəkər xəstəsi imiş, bundan xəbəri yoxdur. Nədir şəkər şoku? Yəni gəlin bunu biraz tibbi nəzəri yox, bir loru dildə başa salaq insanlar. Mən keçən videomuzda da bu ifadəni işlətdim. Dilimizdə bir söz var. Gecə yatdı, durmadı. Yəni bu ürək, damar sistemi falan təzyiq hamısı ilə bərabər həm də bədəndə gedən gizli şəkər şoku, şəkər dirənci. Şəkər komasından hər halda söhbət gedir. Şəkər koması, şəkərin yüksəlməsi, hiperqlikemiya dediyimiz hallarda da ola bilər. Hipoglikemiya hallarında, şəkərin enməsi hallarında da ola bilər. Biz şəkərin enməsindən daha çox qorxuruq, qalxmasından çox. Çox xəstə gəlir ki, dediyiniz kimi 500-600 şəkərlə gəzir. Heç bilmir də şəkər xəstəsidir. Enməsi də hətta təhlükəlidir. Heç bilmir ki, şəkər xəstəsidir. Yəni heç onu hiss eləmir orqanizmində. Güclü immunitetin var imiş, yəni sinir sistemi daha güclüdür, hiss eləmir o şəkəri. Amma ki, şəkərimiz 40-a, 50-yə düşsün, o xəstə onu ani hiss eləyəcək və komaya düşə bilər, özünün bayılmalar ola bilər. Bu zaman xəstələrdə əsmə, titrəmə, şəkər xəstələri artıq bunu bilirlər özlərindəki əlamətləri. Bilməyən xəstələrimiz də var. Bu daha çox insulin istifadə edən xəstələrimizdə biz buna rastlaşırıq. İnsulinin dozasını artıq vurur, yeməyini az yeyir. Birinci tiplərdə daha çox rast gəlirik ki, düzgün hesablamır insulin dozalarını və çox vuranda şəkərin enmələrini müşahidə edir. Və yaxud da tabletkasını içib, məsələn, yemək yeməyib, uzun müddət acılıq yaşayan xəstələr var ki, fiziki aktivliklə məşğul olub şəkər enir. Yəni bu zaman soyuq tər gəlir, əllərdə əsmələr olur, huşun itməsi ola bilər, acılıq hissi gəlir. Bu anda biz xəstələrə deyirik zaten, şəkər xəstəsini həmişə tapşırırıq. Sumkanızda, maşınınızda şəkər olsun, adicə bir qənd olsun, şirin soklar olsun, bir şey olsun. Bir xəstəm deyir ki, deyirsiniz sok olmaz, amma deyirsiniz maşında sok gəzdir. Deyirəm, demirəm o soku için siz. Təcili yardım kimi həmin anda nə tapdınız, həmin anda içmək, yəni o vəziyyətdən çıxartmaq kimi. İş yerlərində şəkər xəstələrinin ətrafındakılar bilməlidir ki, bu şəkər xəstəsidir. Bu bayağı gizlətmək o söhbətlə gedəndə. Qoy bilsinlər ki, şəkər xəstəsi. Məktəblərdə hətta müəllimlər uşaqlarının bilmirlər, yəni şəkər olan uşaqların bu formada yəni xəbərdar olmalıdır. Məktəb həkimləri bilməlidir, məktəb müəllimi, sinif rəhbəri bilməlidir ki, bu uşaq xəstədir. İş yerlərində bilməlidirlər. Ən azı şəkər ona bir təcili yardım çağırılanda xəbərdarlıq olunsun ki, bu şəkər xəstəsidir. Şəkər enməsi, şəkər yoxlanılsın. Yəni başqa bir yerlər axtarmayaq ki, nədən oldu bu hadisə. Yatdı, durmadı söhbəti. Şəkərdə çox az rast gəlirik, hipo hallarında daha çox rast gələ bilərik. Ürək damar sistemi
sistemin verdiyi artıq sıradan fəsadlar da çıxartdığı bəli. zaman. Ona görə biz həmişə deyirik ki, şəkər endokrinoloqlarla, terapevtlərlə, digər dar ixtisaslı həkimlər əlbir işləməlidirlər. Bəli. Yəni bir işləməliyik. Ürək həkiminə gedən xəstə, pasiyent tək ürək müayinəsində qurtarmayıb mütləq şəkər müayinə olunsun. Şəkər yüksəlibsə mütləq o endokrinoloqa yönləndirilsin. Və yaxud da yenə göz həkimi gözdə yoxlanılıb ani gözdə zəifləmə aşkarlanıb, gözdə bulanmalar deyir. Yəni göz müayinəsini elədim, mən qurtardım, dərmanımı yazdımdan kifayətləməsin. Bir get şəkərini yoxlatdır. Bir endokrinoloqa müraciət elə, bir terapevtə müraciət elə. Bəlkə şəkərim var, qoy aşkarlansın bu. Yəni hər kəs dar ixtisas dediyimiz o sahələrdə öz ixtisası üzrə dar qalmasın, yəni. Xəstəni istiqamətləndirilsin ki, erkən aşkarlansın bu. Gələcəkdə fəsad yaşamayaq. Ona görə də biz poliklinika sistemində, belə deyək, dispanserizasiya olunmuş şəkər xəstələrində, dispanserizasiya qeydiyyata alınan şəkər xəstələrdə rutin olaraq xəstələr müayinələrə göndərilir. Kardioloq müayinəsinə, nevropatoloq, oftalmoloq göz həkiminə, ayaqda yaraların, çatların, dırnaq ətə girmələrinin qarşısını almaq üçün cərrah müayinəsinə, vərəmin şəkər xəstələrində immun sistemləri zəif olduğuna görə onlarda vərəmin yəni əmələ gəlməsi, vərəm aşkarlamaq məqsədi ilə rentgen müayinəsi, döş qəfəsi rentgen müayinəsi ilə göndərilir. Qan analizi, CD analizi bunlar rutin olaraq yoxlanılır. Sırf bu bəzən xəstələr deyir, mənim şikayətim yoxdur, niyə məni göndərirsiniz? Siz onu bilməyə bilərsiniz. Müayinə nəticəsində aşkarlana bilər. Erkən aşkarlamaq bu sizin biz onu yəni danışa məcbur edib göndərmirik zaten. Onu xəstəyə başa salanda özü gəlir bizi məcbur edir ki, 6 ayım olub mən getməliyəm. Mütləq vaxt təyin edirik ki, 6 aydan sonra siz burada olmalısınız. Bu ay keçdik, 6 aydan sonra yenə keçəcək müayinələr ki, bu sizə görədir. İcbari tibbi sığorta yəni hər şeyi qarşılayır bu dəqiqə. Əvvəllər elə idi ki, yox idi poliklinikalarda çox müayinələrimiz, özəllərə imkanım yoxdur getmək. İndi o sözü deməyə heç kimin haqqı yoxdur belə deyək. Xüsusən də şəkər xəstələrinin, yəni bu hər zaman belə olub ki, dövlət tərəfindən təbii ki, dərmanlar, insulinlər, qlükometrlərlə hər şeylə təmin olunur. Bəli. İndi kimə göstəriş nədirsə, dövlətin verdiyi, yenə də qeydiyyata alınan xəstələrdən söhbət mütləq gedir. qeydiyyata düşməlidir. Təbii ki, qeydiyyata düşən xəstələr gizli keçirdənlər, ümumiyyətlə biz statistikalara həmişə nəzər yetiririk. Çox təəssüf ki, statistik göstəricilər qeydiyyatda olan xəstələrin rəqəmləridir. Qeydiyyatda olmayan, ümumiyyətlə çox xəstələrimiz yerində var. aşkarlanan xəstələrdən söhbət getdiyi zaman bu rəqəmlər heç də statistik göstəricilərlə, rəqəmlərlə üst-üstə düşmür. Doktor, biz şəkər xəstəliyindən danışdığımız zaman deyək ki, bir şəkər xəstəsi ömrünün sonuna qədər bu xəstəliyi daşıyacaq və qəbullanacaq bir insandır. Amma hər birimiz paralel olaraq deyək ki, indi sağlam adam yox, şəkər xəstəsi olan adam paralel olaraq digər xəstəliklərlə üzləşə bilər. Burada hipertoniya ola bilər, burada yoluxucu müəyyən qrip mövsümü xəstəliklər ola bilər, burada mədə-bağırsaq sistemində xəstəliklər ola bilər, ani travmalar ola bilər. Bax, bu hallarda şəkər xəstəsi olan və şəkər xəstəsi olmayan xəstələr arasında hansı risklər var? Məsəl üçün, biz bilirik ki, şəkər xəstəsinin yara, sağalma problemi var. Yəni, o iki fərd arasında şəkər xəstəsi olan və olmayan hansı formada müalicələrə davam etməlidir? Yəni, şəkər xəstəsinə yenə o dediyimiz kimi elementar olaraq qrip necə təsir eləyə bilər? Qrip deyə immun sistemləri zəif olduğuna görə daha tez virusa daha tez yaxalanma risk faktoru altındadırlar. Çünki immun sistemləri aşağıda tez yaxalanırlar qripə. Eyni müalicə eyni cürə gedir. Sadəcə olaraq istifadə etdiyimiz dərmanların tərkibində, siropların tərkibində qlükozası olmayan siroplardan və yaxud da başqa dərmanlardan istifadə edirik. Müalicə eyni taktika ilə gedir. Amma cərrahi proseslərə gəldikdə, məsələn, əməliyyata o dediyimiz aşkarlamaların çoxu deyim ki, əməliyyat nəticəsində. Əməliyyata gedən xəstələrdə check-updan keçirlər, əməliyyat paketindən keçəndə şəkər aşkarlanır. Məsələn, orada yaranın sağalma dövründə travma alan xəstələrdə, endoprotezlər qoyulan xəstələrdə şəkər nə qədər yüksəkdirsə, o qədər yaranın sağalma müddəti gecikir. Sümüyün bərkimə sınıqlarda, sümüyün implantlarda, yəni əməliyyatın nəticəsinin görmək, daha tez sağalma müddəti gecikir və biz xəstələrə həmişə deyirik, dırnağınız məsələn ətə girəndə, ayağınızda çat əmələ gəlir, sizə görə xırda bir şeydir. Və hiss eləmirlər o ağrını. Hiss eləməyə bilirsiniz. Bəzən çünki neuropatika olur, neuropatiyalar olur, hissiyat olmur. Deyir, ayaqların çox adam deyir ki, dənizdə ayaqlarını gəzirəm, bağda ayaqlarını gəzirəm, xeyirdir. Tamam, xeyirdir. Amma qan dövranına görə indi xeyirdir, amma ki çox məsələn bata bilər, siz onu hiss eləyə bilərsiniz. İnan ki, travma nəticəsində ayağı sınıb, qırılıb, gəlib
rentgena salında ayağın içindən mismar çıxarılıb, məftil çıxarılıb ki, bu xəstə bunu bilmir. Orada qalıb, heç onu həftələr, aylar da orada deyir, hə, bağda ayaqlarını gəzirdim, iş görürdüm, usta var idi. Yəni o onu hiss eləmir və artıq infeksiyalaşmış vəziyyətdə, hətta fəsadlaşmış vəziyyətdə amputasiyalara qədər gətirib çıxardır. Ona görə də birinci ayaq qulluğu birinci növbədə xəstələrə izah olunur. Yəni profilaktika budur, şəkərin profilaktikası, maarifləndirilməsi, yəni sahələrdə xəstələrə, qəbula gələn xəstələrə, sahələrdə apardığımız sanitar maarif məlumatlandırma kimi tədbirlərimiz olur. Orada bütün xəstələrə məlumat verilir ki, çatınız varsa ayağınızda, dırnağınız ətinə girirsə, ona ilkin olaraq cərraha yaxınlaşın. Qoy cərrah sizə desin, ora nə çəkəsiniz. Özünüzdən ora yodla, məsələn, qoyurlar, yodla yandırırlar dəridə. Daha yanıqlar əmələ gətirirlər. Hissiyatı olmayan xəstələrdə deyək, soyuq dayağıma atapleni dediyimiz qızdırıcıların üzərinə qoyur. Yanıq formasında gəlirlər. Yanıq artıq yanıqla əlləşirik. O yanıq aylarla müalicəsi sağalmır. Bəli. Ona görə maarifləndirmə. Birinci işimiz maarifləndirmədən başlayır ki, insanlar maarifləndirilməlidir. Şəkər xəstələri maarifləndirilməlidirlər. Bunların ətrafı maariflənməlidir ki, şəkər xəstəsi də, yəni ətraf tərəfdən də fəsad görməsin. Bəli, doktor, çox təşəkkür eləyirəm. Düşünürəm ki, danışdığımız mövzularda olduqca əhəmiyyətli məqamlara toxunduq. Çünki şəkər xəstəliyi çox acımasız tərəfi odur ki, həqiqətən gizlin, bizdən xəbərsiz bizim bədənimizdə baş verən bir prosesdir və sonda dediyimiz məqam ki, hətta üzərində gəzdiyimiz ayaqlarımızda belə ağrını hiss eləmirik. Yəni bizim üçün balaca, xırda görünən problemlər bizim gələcəkdə ciddi bir risklərlə üz-üzə qalmağımıza gətirib çıxardar və son olaraq bizlə çıxdığınız bu gözəl bir yolda düşüncələrinizi eşitmək istəyərdik. Çünki həqiqətən hətta bir müddət Türkiyədə bir konqresə qoşulduğunuz üçün bizlə gedə bilmədiyiniz yeriniz görünürdü bu arada. 2 rayona sizlə qoşula bilmədim. Bəli, bəli. Yəni təəssüratlarınız, fikirləriniz nə qədər biz sıravi vətəndaş insanıq, amma siz həkimsiniz. Yəni bir həkim kimi müşahidələrinizi və fikirlərinizi eşitmək istəyərdik. Belə deyək, fərqindəlik layihəsi çərçivəsində erkən müayinə can qurtarır. Yəni adı altında çıxdığımız, sizinlə başladığımız bir yola ki, nə yaxşı ki sizləri tanımışam, nə yaxşı ki bu yola bərabər və sizin möhtəşəm işləyən komandanızla, yəni tamam işi biz görürdük, bəlkə necə xəstələrlə olan işi, amma sizdən çox şey, sizin xəstənin onları ora cəlb etməyiniz, qarşılamağınız, yola salmağınız, hər kəsin razı qalsın, heç kəs narazı qalmasın deyə çalışdığınız komandanız, möhtəşəm bir komandanız var. Nə yaxşı ki sizləri bu layihədə tanımışıq. Bacardığımız qədər 8 rayonda gəzdib, 2 rayona sizlə gedə bilmədim, dediyimiz kimi. Bundan sonra da gedəcəyiniz yolda bacardığım qədər sizlənəm, bərabərik. Biz bu rayonlarda aşkarladığımız şəkər xəstələrindən başqa şəkər adı ilə çıxdıq yola, amma daha nələr aşkarladıq, daha hansı xəstəliklər aşkarladıq, gizli qalan ailələrdə nələr aşkarladıq, indi onlar bizdə qalsın. Bəli, bəli. Yəni əsas məqsədimiz şəkər aşkarlanması olsa da, çox insanları məncə çox istiqamət verdik, çox yerə yönləndirdik. Məncə gördüyümüz iş xeyir bir işdir hamımızın. Yəni axıra qədər yolda bacardığım qədər sizinləyəm. Təşəkkür edirik doktor. Minnətdarıq və bu yolu davam eləyəcəyik inşallah. Siz vaxt ayırıb gəldiyiniz üçün təşəkkürümüzü bildiririk və dəyərli izləyicilərimiz, bu günlük bu qədər deyək. Fərqindəlik YouTube kanalımıza abunə olub, sağlamlığınızın keşiyində dayanmaq üçün bizə dəstək olmağınızı istəyirik. Bəyənmə və paylaşma düymələrini mütləq sıxın və bundan sonra da daha gözəl söhbətlərimizlə sizlə görüşəcəyik. Bu günlük hələlik. Sağ olun. Sağ olun.